Alo. Alo. Salam, sabahınız xeyir olsun. Aleyküm selam. Bu Güney xanımın yoldaşıdır. Bəli. Bilaldır. Bəli. Bilal məmarzədir mənim adım. Mən Ha. qatmışam aləmi bir-birinə, qardaş. Aha. Bu siz qalib olmusunuz da, adınız qalib kimi olub dünənlər Ha. obada. Aha. Mən olmuşam əslində qalib. Mən aləmi qatmışam bir-birinə. Siz qazanmısınız, güyamış olan xeyir ola siz udmusunuz, nətər olub o? Kimsən? Məmməd Rıza da adım. Bir minə. Alo, Alo. oğlum. Mən özüm neçə kərəm gedib oradan bazarlıq eləmişəm, obadan. Nə qədər borca pul almışam qonşulardan, bazarlıq eləmişəm. Mənim yuxuma qədər girib, Dilarə Əliyeva mənim yuxuma girib, mənə deyib ki... Bildim xanım, sən mənim nömrəmi harda tapdın? Obadan, sən gelib qatmış o aləmi bir-birinə ki, biz bu xatə... Bildim, eşidirsiniz məni, eşidirsiniz məni. Mən eşidirəm sizi, hə. Mən gedib oradan kağıdı çıxardıb verməmişəm, müşfiqə. Müşfiq Siz hansı harda qalırsınız? Müşfiqin özünə mən dünən dedim ki, oğlum, mənim harda qudam qalırsan? sənin yerindür, cənub bölgəsində. O kuponu Dilarə çıxartmalıydı. İndi sən mənə deyirsən ki, onlar səs çıxardıb, sən adı çıxartmalıdır, ha? Mən elə olmuşdu da. Siz udmusunuz. Mən bütün səhərə qədər yatmamışam mən gecəni. Hə. Mən gecəni yatmamışam. Sən xəbərin var mənim oğlum. Allah hamd olsun biz də yatmamışıq bibi. Yox, siz sevincdən yatmamışsınız. Mən bütün təzyiq vurub mən. Hə, nədir? Nətər olur? Nə deyirsən qardaş? Sizin dərdiniz nədir? Getirin maşını verin, həyətimizə saxlayın. Hə, yaxşı, yaxşı. Yox, Elə bir şey gətirdim, qoydum. Qapıva sən də otdun sürdün. Yox, bu nətərdir? Haqsızlıq olur. Nə haqsızlığı mən çəkmişəm o kağızı ağzınıza gələn. Ay oğlum, mənim sənin yaşda oğlum var, mənim üstümə qışqırırsan sən. Mən sənin oğlan... Sən mənə narahat edirsiniz. Sən narahat elərəm, sən nömrəmi veriblər də, deyiblər ki, özünlə danışır. Kim verib sən nömrə? Mən verdim, o kimdən götürmüsən ondan, mən bir dənə verməm. Obada dedilər ki, danış özünlə, razı sala bilsiniz, biz sizin adınızı qalib kimi. Çəkilib söylə, narahat eləməyin mən, sağ olun. Ay qız, ay oğlum, mən 1000 dəfə onlara zəng elədim. Gedin tullan. Yox, ay qaqaş, bir dəqiqə mənə qulaq as sən, oğlum. Mən arvadım, mən nə boyda tullana bilirəm? Bilal bəy, ay Bilal bəy. Bilal bəy getdi. Əsəbləşdirdin nə kişini? Kimi? Mən boyda arvada deyim ki, get tullan. Mən hara tullana bilərəm ki, mən ayaqlarım, qışlarım işləmir mənim. Yazıq Qoy ömründə bir dəfə tullanım, baxın, görün nə boyda tullana bilərəm. Yazıq həyatında bir dəfə avtomobil qazanıb onda da... Yenidən əlaqə saxlamağa çalışırıq. Amma çox az. Bilal bəy. Alo, Bilal bəy. Sizi radyo tembədən narahat edir. Əsəbləşdi. Yaman əsəbləşdi. Əsəbləşərəm də. Qardaş, bu bir zarafat idi burada. Bu yaşlı arvada necə deyə bilərsən get tullan? Necə deyə bilərsən? Oğlum, sən mənə deyirsən tullana. Mənim oğlum tullanmaq üzrə çempiondur, bilirsən, həyətdə, məhəllədə. Nədə? Radiodasız, səhər efirindəsiz hal-hazırda canlı yayımda. Təbrik edirik sizi. Necə bir hissdir ümumiyyətlə qalib olmaq? Gecəni yatmamışam. Gecəni niyə yatmamısınız? O gözəl bir hissdir, yəni. Günel xan, neçə kupon vardı? Yəni, neçə dəfə 20 manatlıq alış-veriş eləmişdiniz? Tək 20 manatlıq almamışdıq. Yəni, belə alver eləyəndə biz alveri obadan eləyirik. Yaxşı, Bilal heç gözləyirdin. Günel xanım da oradan nəsə deyir. Bəli, bəli. O da əsəbləşdi. O da deyir ki... Verə bilərsiniz telefonu Günel xanıma. Evet. Ay Günel xanım. Bəli. Bir an sabahınız xeyirli olsun. Əvvəla təbrik edirik sizi. Çox sağ olun, təşəkkür edirəm. Qızım, maşını gətirin, saxlayın mənim həyətimdə. Elə mən oğlum dedim elə ona dedim bir dəqiqə gətirib saxlayacağam. Bu dəqiqə. Siz hansı bölgədənsiz? Lənkəran. Mehdiyabad qəsəbəsi. Mehdiyabad qəsəbəsi. Təbrik edirik sizi. Çox sağ olun. Nə qədər alış-veriş eləmişdiniz obadan? Biz nə diyor 100 manatlıq eləmişəm, 60, 70 baxır da belə həmişə biz oradan eləyirik də. Obanın müştərisidir. Avtomobili götürmüsünüz artıq yoxsa hələ götürmüsünüz? Yox, götürməmişik. İnşallah indi gedəcək tanışdığa. İnşallah. Təbrik edirik sizi. Təbrik edirik. Dedi biz səhər-səhər biz də hər gün efirimizdə obadan məlumat verirdik alış-verişlə bağlı, loteriya ilə bağlı. Nur xanım sizə sualı var. Bəs qulaq as. Elgün sizinlə zarafat edəndə belə həyəcan, qorxu oldu ki, birdən verməyəcəklər bizə avtomobili. Yox, oğlum elə danışdı. Mən
özüm də dünən şoka düşdüm ki, heç danışa bilmədim də. Aha. Dedim qoy oğlumla yoldaşım gəlsin, elə bildim məzələnirlər bizlə də, bizi sildirlər, araya qoyurlar. Ha, dünəndən danışırsınız. Mən bugündən danışıram. İndi Elgün danışdı ha. Bugündən indi oğlum nə deyəndə özüm də şoka düşdüm ki, bəs bunlar deyirlər ki, maşın sənindir, sonra deyirlər biləm kimindir. Yazıqlar həyəcan keçirib Oğlunuz- əməli başdı. Yatmışdı, yoxsa doğrudan yatmayıb səhərə kimi? Nə bilim yatmışam. Yatmısan? Hə. Hadi Yox, mən yatmayın lan. yatmamışam, onlar yatıblar. Təbrik edirik Allah sizi, saxlasın. təbrik edirik. Biz də Xoş bir balaca günlərə sürün. zarafat eləmək istədik sizlə. Özünüzə yaxşı baxın. Obanın şirkətinə. Mən oğlum səninlə əl-ələ tullanacağam bu bulvarda. Əl-ələ. İnşallah, inşallah. Bundan sonra düşünürəm ki, Bilal bəy yaşlılarla daha belə diqqətli, daha hörmətli danışacaq, daha Gördün nəzakətli məni nə danışacaq. deyirəm? Yəni inşallah belə düşünək. Hələ bu harasıdır, hələ biz biraz Əslində sonra. əsəb gəldi ona da. Yəni düşünür ki, bəlkə də aldadıblar, belə düşünə bilər də, yəni hirsindən də. Biraz sonra daha bir zarafatımız olacaq. Daha bir zarafatımız olacaq, Amma amma hal-hazırda bir heç mahnı kim dinləyək. qohumları, tanışları dinləyirsə, heç kimə məlumat verməsin. Obadan qalibimiz kim oldu? Yarışmamızda mı, efirdəmi? Bəli, yarışmada Qalbimiz, mən söyləyim ki, daha çox xoşuma gələn iştirakçı Sevinç Mahmudova. Sevinç Mahmudova İdə parfümdən gözəl bir ətir qazandı. Siz də sevdiklərinizə, doğmalarınıza İdə parfümdən qəşəng gətirilər ala bilərsiniz.